Bir neçə paylaşımlar etdim, əziz, gözəl insanlar. Və bu paylaşımları nə üçün etdim? Bizim həyatımızda 0-6 yaşa qədər başımızda, şuuraltımızda kodlar var. O kodlar bizə nələri deyir, gözəl insanlar? Həyatda bir insanın nədənsə qorxmağı, o kodlar insana 0-6 yaşında yüklənir və o kodlarla biz böyüyürük. İnsanlar var ki, sözünü deyə bilmir. İnsanlar var, getdi, həmişə fikirləşir. Mən buradan durdum, getdim, mənim işim alınmaz. Çox pul, pala qazansam məndə o alınmaz, olmaz. Bunları, bu kodları təmizləmək üçün insanlarda mən seanslar eləyirəm. Mən bunlar üçün təlimlər keçmişəm, gözəl insanlar. Seanslar nədir? Mən onun haqqında sizə bir balaca məlumat vermək istəyirəm. İnsanların həyatda düşüncələrini dəyişmək üçün, həyatlarını dəyişmək üçün, həyatda olan hadisələrin dəyişmək üçün, insanların başına gələn neqativləri çözmək üçün, insanlar yer axtarır, təlim üçün müraciət eləyirlər. O halda mənə müraciət eləyə bilərsiniz. Mən də sizin kimi fikirləşmişəm ki, bu nədir məndə olan? Niyə mən sözümü deyə bilmirəm? Mən baxıram ona, amma onu eləyə bilmirəm. O mənim 0-6 yaşımda, şuuraltımda kodlar yaranıb. O kodları silmək üçün, o kodların neqativləri təmizləmək üçün, onların o gözəl hisslər yükləmək üçün seanslar edirəm. Mən də sizin kimi seanslara qoşulmuşam və onun həyatımda müsbət cəhətlərini görmüşəm. Bir hadisəni birinci növbədə mənim ağlıma həmişə onun pis tərəfi gəlirdi. Bax, o pisləri həyatımdan çıxartdım. Bax, o mənfi düşüncələrimi həyatımdan çıxartdım və onları təmizlədikcə həyatda necə gözəl yaşadığımı hiss elədim. Mənim həyatımda yoxdur, alınmaz, eləyə bilmərəm, bu kimi sözlər yoxdur, gözəl insanlar. Və sizə tövsiyə eləyirəm ki, bunları siz həyatınızda təkmilləşdirmək üçün, həyatınızı dəyişmək üçün təlimlərə qoşulasınız, gözəl kitablar oxuyasınız, gözəl dualar eləyəsiniz. Mən də sizin kimi o həyatımı dəyişmək üçün, gözəl fikirlərə malik olmaq üçün, gözəl həyat yaşamaq üçün, həyatın keyfini dadmaq üçün sizin kimi şuuraltında olan kodları dəyişdim. Şuuraltında kodları dəyişmək nə deməkdir? Şuuraltında olan mənfi fikirləri şuuraltından çıxardıb və onun yerinə gözəl fikirlər, gözəl kodlar yükləmək lazımdır. Mənim gözəl insanlarım, gözəl canlarım, mənə qulaq asan, məni izləyən gözəl analarım, bacılarım. Ən çox mən kimi dəyişmək istəyərəm? Gözəl insanlar, bizim gözəl qadınlarımızı, bizim gözəl qızlarımızı. Çünki həyat bizlə gözəldir. Çünki ailənin sütunu atadırsa, ailəyə gözəllik qatan, ailəni xoşbəxt eləyən bizim qadınlarımızdır. Əgər ailədə ana dəyişirsə, onun övladları xoşbəxt yaşayır. Əgər ailədə ananın gözəl düşüncələri varsa, o evin ruzisi, bərəkəti çoxalır. Ailədə ana işıq deməkdir, gözəl canlar, gözəl insanlar. Ailədə ananın gözəl, xoşbəxt yaşamağı onun balalarının xoşbəxtçiliyidir. Əgər ananın gözəl düşüncələri varsa, onun övladları həyatda elə bil qolu açılmış quş kimidir. Xoşbəxt yaşayır balalar. Əgər ananın yaxşı əhval-ruhiyyəsi varsa, heç fikir vermişsiniz gözəl insanlar. Bir yeməyi anamız pişirib, gətirib masaya qoyanda biz hansısa birimiz deyirik, yemirik, istəmirik. O deməkdir ki, gözəl insanlar, bizim anamız o yeməyi, kimsə onun xətrinəmi dəydi, kimsə onu incitdi mi, ananın əhval-ruhiyyəsi korlandı mı? Bax, onda o yemək bizə bilirsiniz nətər gəlir, istəmirik onu yemək. Amma bir adi yeməyi, bir adi çay süfrəsi ana gözəl əhval-ruhiyyətlə açırsa, o stolda, o masada analar kimi
balaları da xoşbəxt olur, həyat yoldaşları da xoşbəxt olur, ailə uzun ömürlü olur. Ona görə də mən seanslarımı ən çox bizim analarımız üçün, qızlarımız üçün eləmək istəyirəm. Mən istəyirəm ki, bu həyatda bizim analarımız, bizim qızlarımız, bacılarımız xoşbəxt yaşasınlar. Xoşbəxt yaşamaq üçün xoşbəxt düşüncə, xoşbəxt əhval-ruhiyyə, xoşbəxt inanclar lazımdır insanda. Bizim həyatımızda 4 inanc səviyyəmiz var və o 4 inanc səviyyəsindən 3 zaman diliminə gözəl hisslər yükləməklə həyatımızı dəyişə bilərik. Gözəl qadınlarımız, gözəl analarımız, gözəl bacılarımız, sizi çox sevirəm və sizi seanslarımda görməyə çox şad olaram. Öpürəm sizi, həmişə sizə yaxşı, gözəl əhval-ruhiyyə arzulayıram.